OTK-nın 10-cu sinifləri üçün təşkil etdiyi blok sınaq imtahanında istifadə olunmuş sualların izahına baxaq. Birinci sual. X kvadratı üstəgəlinsin a çıxılsın 7x çıxılsın 4a üstəgəl 3 bərabərdir 0 tənliyinin kökləri qarşılıqlı əks ədədlər olarsa onun böyük kökünü tapın. Qarşılıqlı əks ədədlərin cəmi 0-a bərabərdir. x1 üstəgəlinsin x2 bərabərdir 0-dır. Və Viet teoreminə görə bilirik ki, x1 üstəgəlinsin x2 əks işarə ilə ikinci həddin əmsalına bərabərdir. Yəni mənfi a çıxılsın 7-yə bərabərdir. Bu cəm də 0-a bərabər olsa, a çıxılsın 7 bərabərdir 0, a bərabərdir 7 olduğunu alarıq. Onda bizim kvadrat tənliyi x kvadratı çıxılsın 4 vurulsun 7 üstəgəl 3 bərabərdir 0 şəklində olar ki, buradan da x kvadratı bərabərdir 25 olduğunu alarıq. X kvadratı 25 isə x1 bərabərdir 5 və x2 bərabərdir mənfi 5 köklərini tapırıq. Bizə lazım olan isə böyük kökdür. Demək, doğru cavab C variantı oldu. İkinci sual. A və B tərs mütənasib cəmiyyətlər olarsa, x çıxılsın y fərqini tapın. Tərs mütənasib cəmiyyətləri üçün y bərabərdir k bölünsün x-dən alırıq ki, k bərabərdir x vurulsun y-dir. Yəni, hasilləri bir-birinə bərabər olmalıdır. Buradan 21 vurulsun x bərabərdir 15 vurulsun 14, o da bərabərdir y vurulsun 105 olduğunu alırıq ki, bu ikisindən x-i təyin eləyə bilərik. X bərabərdir 15 vurulsun 14 bölünsün 21, 7-yə ixtisar aparsaq 2, burada da 3. 3 ilə 15-i ixtisar aparsaq 5, burada 1, 5-i vursaq 2-yə 10. X-i 10 olaraq təyin etdik. Digər tərəfdən eyni zamanda buradan da y-i təyin eləyə bilərik. Y vurulsun 105 bərabərdir 14 vurulsun 15. Y bərabərdir 14 vurulsun 15 bölünsün 105. 15-ə ixtisar aparsaq burada 7 qalar. 7 ilə 14-ü ixtisar aparsaq 2. Y-in qiymətini də 2 olaraq təyin etdik. Bizə lazımdır x çıxılsın y fərqi. 10 çıxılsın 2 bərabərdir 8 olar. Doğru cavab A variantı oldu. Üçüncü sual. A bərabərdir 5 tam %52 və B bərabərdir 2 tam 25-də 13 olarsa, A kvadratı vurulsun A çıxılsın 3B, çıxılsın B kvadratı vurulsun B çıxılsın 3A ifadəsinin qiymətini hesablayın. B-ni 10-luq kəsrə çevirək. 2 tam 25-də 13 bərabərdir 2 tam, sürət və məxrəcin 4-ə vursaq %52, bu da 2 tam %52 olar. Bizə verilmiş ifadə A kvadratı vurulsun A çıxılsın 3B, çıxılsın B kvadratı vurulsun B çıxılsın 3A şəklindədir. Mötərizəni vurub açsaq A kubu çıxılsın 3A kvadratı B, üstə gəlinsin 3AB kvadratı çıxılsın B kubudur ki, bu da kublar fərqidir. Daha doğrusu fərqin kubudur. A çıxılsın B-nin kubu. Qiymətlərini gətirib yerinə yazsaq A və B-nin qiymətlərini, onda alırıq A çıxılsın B-nin kubu bərabərdir 5 tam %52 çıxılsın 2 tam %52 kubu, bu da bərabərdir 3-ün kubu 27. Doğru cavab Y variantı olur. Dördüncü sual. X, Y və Z həqiqi ədədləri üçün x çıxılsın y bərabərdir -5, y çıxılsın z bərabərdir 3 olarsa, ifadənin qiymətini tapmaq lazımdır. Burada x çıxılsın z ifadəsi də var. Buradan x çıxılsın z-i necə təyin eləyə bilərik? Y bərabərdir 3 üstə gəlinsin z-dir. Y-in qiymətini burada yerinə yazsaq, x çıxılsın 3 üstə gəlinsin z bərabərdir -5. Buradan da x çıxılsın 3 çıxılsın z bərabərdir -5. X çıxılsın z bərabərdir -2 alarıq. Bunu da təyin etdik. İfadə belədir. Z çıxılsın x-in modulu çıxılsın z çıxılsın y bölünsün x çıxılsın y-in modulu bərabərdir. Z çıxılsın x modulda. Demək, x çıxılsın z -2-dirsə, onda z çıxılsın 2, z çıxılsın x bizə 2-ni verəcək. Çıxılsın z çıxılsın y. Y çıxılsın z 3-ə bərabərdirsə, z çıxılsın y -3-ə bərabərdir.
X çıxılsın y isə -5-ə bərabərdir. Qiymətləri yerinə yazdıq. 2 çıxılsın -3 bölünsün modulda -5 də 5-ə bərabərdir. Mənfi ilə mənfi oldu müsbət. 2 üstə gəlinsin 5-də 3, yəni 2 üstə gəlinsin 0,6 bərabərdir 2,6 olar. Doğru cavab D variantı. Böyük diaqonalının uzunluğu 9 sm olan düzgün altıbucaqlının perimetrini tapın. Düzgün altıbucaqlının böyük diaqonalı 2A-ya bərabərdir və perimetri isə 6A-ya bərabərdir. Bu da bərabərdir 3 vurulsun 2A, yəni 3 vurulsun D. D-si də 9-a bərabərdir D-ni. 9 vurulsun 3 bərabərdir 27 sm olar. Doğru cavab B variantı. 30-dan kiçik sadə ədədlər çoxluğu A ilə 5-ə bölünən 2 rəqəmli ədədlər çoxluğu isə B ilə işarə edilmişdir. N, A ilə B-nin kəsişməsini təyin etmək lazımdır. 5-ə bölünən ədədlərdən sadə olanı yalnız 5 deyənə bu çoxluqların kəsişməsi, A ilə B-nin kəsişməsi 5 elementi olar. Çünki 5-ə bölünən başqa heç bir ədəd sadə olmayacaq, 5-dən başqası. Və kəsişmədəki elementlərin sayını tapmaq lazımdır. Sayı isə 1-ə bərabər olacaq. Doğru cavab D variantı. 7-ci sual. A üstü M çıxılsın 36 çoxədlisinin vuruqları A çıxılsın 6 vurulsun A üstə gəlinsin B olarsa B və M ədədlərinin hasilini tapın. A-nı A-ya vursaq A kvadrat alınır. Buradan A kvadrat alındı deyənə, onda M 2-yə bərabər olacaq. Çünki A-nın qüvvəti, ən böyük qüvvət 2-yə bərabər oldu. Onda ifadəmiz belə olur. A üstü 2 çıxılsın 36. Bunu da vuruqlarına ayırsaq. A çıxılsın 6. A üstə gəlinsin 6 olar. A çıxılsın 6 vurulsun. A üstə gəlinsin B vuruqlardır. Onu buradan alırıq ki, B də bərabərdir 6-dır. Bizə lazım olan B və M ədədlərinin hasili idi. B vurulsun M bərabərdir 6 vurulsun 2. Bu da bərabərdir 12 olar. Doğru cavab D variantı oldu. 8-ci sual. A bərabərdir kök altında 3. B bərabərdir 3-cü dərəcədən kök altında 6. C bərabərdir 4-cü dərəcədən 9. Bu bərabərdir 4-cü dərəcədən 3-ün kvadratı. Bu da bərabərdir kök altında 3. A ilə C bir-birinə bərabər olduğu göründü. İndi bunu A ilə B-ni müqayisə eləyək. Biri 2-ci dərəcədən kökdür, biri 3-cü dərəcədən. 6-cı dərəcəyə gətirə bilərik. Onda 3 üstü 3 olacaq. Bu da bərabərdir 6-cı dərəcədən 27. Bunu da 6-cı dərəcəyə gətiririk. Kök altında 6-cı dərəcədən 6 üstü 2 bərabərdir 6-cı dərəcədən 36. Deməli, B hər ikisindən böyükdür. A və C də bir-birinə bərabərdir. Buna uyğun cavab Y variantı. 9-cu sual. A ədədini 11-ə böldükdə qalıqda 2 alınır. A kubu üstəgəl 3A, üstəgəl 4 ədədinin 11-ə bölünməsindən alınan qalığı tapın. Deməli, A ədədini 11-ə böldükdə qalıqda 2 alınırsa, 2-ni A-nın yerinə yazıb qalığı hesablaya bilərik. Bunda səbəbi A bölünsün 11 bərabərdir. Deyək ki, natamam qismət 0 alındı, qalıqda 2. Bölünən, natamam qismət vurulsun, bölən, üstəgəl qalıq kimi tapılır ki, buradan da tapırıq ki, A bərabərdir 2-dir. Bu şərtə görə A-nın yerinə 2-ni yazıb qalığı təyin eləyə bilərik. Onda 2-nin kubu üstə gəlinsin 3 vurulsun 2 üstə gəlinsin 4. Bu da bərabərdir 8 üstəgəl 6 üstəgəl 4 bərabərdir 18. 18-i bölürük 11-ə. 18-i 11-ə bölsək natamam qismət 1. Qalığı isə 7-yə bərabərdir. Bizə isə qalığı tapmaq lazım idi. Doğru cavab D variantı oldu. 10-cu sual. 0,21 3,2 dövrdə 1 3,dövrdə 21 ədədlər sırasında ən böyük fərqi tapın. Ən böyük fərq, ən böyük ədədlə ən kiçik ədədin fərqidir. Bu ən kiçik ədəddir. Digər ikisini müqayisə edirik. 3,2 dövrdə 1. Bu 3,2 birlər isə sonsuz sayda təkrarlanır. 3,dövrdə 21 isə
21-lərin sonsuz sayda təkrarlanmasıdır. Müqayisə edirik, görürük ki, ikinci ədəd daha böyükdür. Deməli, ən böyük ədədi təyin elədik 3 tam dövrdə 21, ən kiçik isə 0 tam %21-dir. Bu iki ədədin fərqini tapırıq. Bu iki ədədin fərqi 3 tam 21, 21, 21 sonsuz sayda çıxılsın 0 tam %21. Burada da sonsuz sayda sıfırlar var. Bunları bir-birindən çıxsaq, burada 3 qaldı, 0, 0, 21-lər isə sonsuz sayda təkrarlandı. Deməli oldu 3 tam 0, 0 dövrdə 21. Doğru cavab A variantı. 11-ci sual. Radiusu 6-ya bərabər olan çevrədə bucaq BAC 15 dərəcə, BAC 15 dərəcə, ABD 45 dərəcədir. BMD və ANC qövslərinin uzunluqları cəmini tapın. Bura 15 dərəcədirsə BC qövsü 30 dərəcə daxilə çəkilmiş bucaq olduğundan, onda AD qövsü də 90 dərəcə olacaq daxilə çəkilmiş bucaq olduğuna görə. Buna alfa deyirik, buna isə beta deyirik. Bu ikisinin cəmini tapaq. Alfa üstəgəlinsin beta, üstəgəl 90, üstəgəl 30 bərabərdir 360-dır. Alfa üstəgəlinsin beta bərabərdir 120, 360-dan da 120 çıxsaq 240 dərəcə olur. Demək, bunlara uyğun mərkəzi bucaqların cəmi 240 dərəcəyə bərabər oldu. Qövsün də uzunluğunu tapmaq üçün PR bölünsün 180 vurulsun alfa düsturundan istifadə edirik. Pi vurulsun. Demək, radiusu 6 verib bölünsün 180. Bu iki bucaq da bir yerdə bizə 240 dərəcəni verdi. Bu da bərabərdir. Sıfırlar getdi. 18 ilə 6-nı ixtisar aparsaq 1, 3, 3 ilə 24-ü ixtisar apardıq 8. Alındı 8 pi. Doğru cavab D variantı. 12-ci sual. Fidanın 5 imtahandan aldığı qiymətlərin ədədi ortası 83-ə bərabərdir. Fidan növbəti imtahandan ən azı neçə almalıdır ki, ədədi orta 85-dən az olmasın? 5 imtahandan cəmi topladığı balları A5 ilə ifadə elədi, işarətli. Bölünsün 5 bərabərdir 83-dür. Buradan ilk 5 imtahandan yığdığı nəticələrin cəmini tapa bilərik ki, 83 vurulsun 5-dir. 3 dəfə 5, 1 yadda 41. 415-ə bərabər oldu. Demək, ilk 5 imtahanda yığdığı ümumi bal 415-ə bərabərdir. İndi 6-cı imtahana X desək, 6-cı imtahandan topladığı bal X-dir. İlk 5 imtahandan topladığı balın üstünə 6-cı imtahana əlavə elədik, bölünsün 6, bu oldu ədədi ortası. Deyir, ədədi orta 85-dən az olmasın, yəni böyük bərabər 85 olsun. Demək, A5-in işarə etdiyimiz A5-in yerinə 415 yazdıq, üstə gəlinsin X, bölünsün 6, böyükdür bərabərdir 85-dir. 415 üstə gəlinsin X, böyükdür bərabərdir. Hər tərəfini 6-ya vurduq. 510 oldu. Buradan da X bərabərdir 95. Böyük bərabərdir 95. Bizə də deyir ki, ən az neçə bal toplamalıdır? Demək, 95-dən çox bal toplamalıdır. 95-də daxil olmaqla bunlar arasından ən az bal 95-ə bərabər olur. Doğru cavab C variantı. 13-cü sual. Ədəd oxu üzərindəki təsvirə uyğun bərabərsizliklər sistemi hansıdır? Mənfi 2-dən böyük olanlar. Mənfi 2-dən böyük olanlar mənfi 2-də daxildir. Onda yazacağıq X böyükdür, bərabərdir mənfi 2-dən. 3-dən isə kiçik olanlar 3 daxil deyil. Deməli, X kiçikdir 3-də olmalıdır. Mənfi 2-dən böyük bərabər, 3-dən isə kiçik bərabər, kiçik olanlar doğru cavab C variantı oldu. 14-cü sual. Parça 4 hissəyə bölünüb. Birinci və dördüncü hissələrin ortaları arasındakı məsafə 90 cm, ikinci və üçüncü hissələrin ortaları arasındakı məsafə isə 35 cm olarsa, parçanın uzunluğunu tapın. 4 hissəyə böldük. Birinci və dördüncü hissələrin ortaları arasındakı məsafə 90 cm-dir. İkinci və üçüncü parçaların ortaları arasındakı məsafə isə 35 cm-dir.
Bura bir x desək, onda burada x olacaq. Çünki orta nöqtəsidir. Bura bir y desək, burada y olacaq, orta nöqtədir. Bura bir a dedik ikinci parçanı 2 dənə bərabər a məsafəsinə, üçüncü parçanı da 2 dənə bərabər b məsafəsinə böldük orta nöqtələr olduğuna görə. Buradan sistem yazaq. A üstəgəlinsin b məsafəsi 35-ə bərabərdir. X üstəgəlinsin y üstəgəlinsin 2a üstəgəlinsin 2b bərabərdir 90-dır. X üstəgəl y bərabərdir 90 çıxılsın 2a üstəgəlinsin b bərabərdir 90 çıxılsın 2 vurulsun 35, bu da bərabərdir 20 olar. Bizə ümumi parçanın uzunluğu lazımdır. Bu da 2x üstəgəlinsin 2a üstəgəlinsin 2b üstəgəlinsin 2y şəklində tapılır. 2-ni mötərizə xaricinə çıxarsaq, x üstəgəl y üstəgəlinsin a üstəgəl b-dir. Bu da bərabərdir 2 vurulsun. X üstəgəl y təyin etdik ki 20-yə bərabərdir. A üstəgəlinsin b də 35-ə bərabərdir. 55 vurulsun 2 bərabərdir 110 olar. Doğru cavab C variantı. 15-ci sual dəyişənin hansı mənfi qiymətində kəsrinin qiyməti 0-a bərabərdir? Kəsrin qiyməti 10-da 0-a bərabər olar ki, onun surəti 0-a bərabər olsun. 2x çıxılsın 6 bərabərdir 0, hasilin 0 olması şərtinə görə. 2x bərabərdir 6, x bərabərdir 3. Digər tərəfdən x üstəgəlinsin 5 bərabərdir 0, x bərabərdir -5. Məxrəci 0-a çevirən qiymət olmadığından kökləri 0-a çevirən qiymətləri təyin elədik ki, 5 və -3-dür. Bizə mənfi qiymət lazım idi. Doğru cavab D variantı oldu. 16-cı sual A parametrinin hansı qiymətində k üstəgəl 1, k çıxılsın 1 cütü tənliklər sisteminin həlli olar. Bu x qiymətidir, bu da y qiyməti. Birinci tənlikdə, sistemin birinci tənliyində yerinə yazırıq. 3 vurulsun k üstəgəlinsin 1, çıxılsın 4 vurulsun k çıxılsın 1 bərabərdir 6-dır. 3k üstəgəlinsin 3, çıxılsın 4k üstəgəlinsin 4 bərabərdir 6-dır. 3k çıxılsın 4k bərabərdir 6 çıxılsın 3 üstəgəl 4 7. Bu da oldu -k bərabərdir -1, k bərabərdir 1. K-nın qiymətini təyin elədik. Onda x 2-yə bərabərdir, y isə 0-a bərabərdir. Gətirib ikinci tənlikdə yerinə yazırıq. Demək, a vurulsun x-in qiyməti 2, üstəgəl y-in qiyməti 0 bərabərdir 8. 2a bərabərdir 8, a da bərabərdir 4 olar. Doğru cavab Y variantı. 17-ci sual oturacağı 10 kök altında 3, bucaqlarından biri 120 olan bərabər yanlı 3 bucağın yan tərəfinin uzunluğunu tapın. Təpə bucağı 120 dərəcə olan bərabər yanlı 3 bucağı üçün belə bir xassə var. Bura a-ya bərabərdirsə, bura a kök altında 3-dür. Onda bura 10 kök altında 3 olduğundan yan tərəfi ona bərabər olar. Doğru cavab D variantı. Burada başqa üsullardan da istifadə edə bilərik. Hündürlüyü çəkə bilərik. Buradakı bucaqların hər birinin 30 dərəcə olduğunu qeyd edib həll edə bilərik. 18-ci sual. 5 üstəgəlinsin 2 kök altında 6 bölünsün. Kök altında 3 üstəgəl kök altında 2 üstəgəlinsin. Kök altında 3 çıxılsın kök altında 2 ifadəsini sadələşdirin. Deməli, birinci kəsrin surətinə baxırıq. Kök altında 3 üstəgəlinsin kök altında 2-nin tam kvadratı şəklində yaza bilirik. Bölünsün kök altında 3 üstəgəl kök altında 2 üstəgəl kök altında 3 çıxılsın kök altında 2. Bunlar ixtisar olunsa kök altında 3 üstəgəl kök altında 2 üstəgəl kök altında 3 çıxılsın kök altında 2. Kök altında 2-lər islah olundu. 2 kök altında 3 aldıq. Doğru cavab B variantı oldu. 19. Aşağıdakılardan hansı A üstü 4B çıxılsın AB çoxədlisinin vurğularından biri deyil? İfadəni vurğularına ayıraq. A üstü 4B çıxılsın AB. AB-ni çıxartdıq mötərizə xaricinə. A kubu çıxılsın 1 alındı. Bunda kubların fərqi kimi vurğularına ayırsaq, A çıxılsın 1, A kvadratı üstəgəlinsin A üstəgəlinsin 1 alarıq. Deməli, A vurğulardan biridir.
B də vurğulardan biridir. A çıxılsın 1 də vurğulardan biridir. A kvadrat üstəgəl A üstəgəl 1 bu da vurğulardan biridir. Vurğu olmayan doğru cavab D variantı oldu. M-in hansı qiymətində 5M çıxılsın 4 bölünsün 4M üstəgəl 3 və 4M üstəgəl 3 bölünsün 5M çıxılsın 4 kəsirlərdən hər ikisinin qiyməti natural ədəd olar. Bir-birinin tərsi olan ədədlər natural ədədlərdən yalnız birdir ki, tərsi özünə bərabərdir. Qalan bütün hallarda, məsələn, 2-ni götürsək, tərsi 2də 1-dir, natural deyil. 3-ü götürsək, tərsi 3də 1-dir, natural deyil. Yalnız bir ədədi üçün ödənəcək. Deməli, bu kəsir 5M çıxılsın 4 bölünsün 4M üstəgəl 3 bərabərdir 1 olmalıdır. Çarpaz vursaq 5M çıxılsın 4 bərabərdir 4M üstəgəl 3 alarıq. Bu da 5M çıxılsın 4M 3 üstəgəl 4 M bərabərdir 7 olduğunu alarıq. Doğru cavab C variantı. 21-ci sual. A, B və C natural ədədləri cüt qarşılıqlı sadə ədədlər olarsa, əbob AB üstəgəlinsin əkob BC ifadəsini sadələşdirin. Cüt qarşılıqlı sadə o deməkdir ki, A ilə B, B ilə C və A ilə C bir-birinin qarşılıqlı sadədir. Onda əbob AB bizə qarşılıqlı sadə ədədlər olduğundan 1, əkob BC isə qarşılıqlı sadə ədədlər olduğundan hasilini verəcək, yəni BC. Demək, yekun nəticəmiz oldu. BC üstəgəlinsin 1. Doğru cavab Y variantı. Aşağıdakı ədədlərdən hansının kök altında 12 ədədi ilə hasili rasional ədəd deyil? Deməli, buradan 3də 1-i yoxlasaq, kök altında 4 alınacaq. 3-ə vursaq, kök altında 36 alınacaq. Bunlar rasional ədədlərdir. 3də 25-ə vursaq, 100 alındı. 100 kök altında 100, ondan da 10 çıxır. Rasional ədəddir. B bəndini yoxlayaq. Kök altında 12 vurulsun. Kök altında 3də 2 bərabərdir. Kök altında 12 vurulsun 3də 2. Bu da bərabərdir. Kök altında 8. Bu isə irrasional ədəddir. Bizə isə rasional ədəd olmayana lazım idi. Doğru cavab B variantı. 27 ilə hasildə 12 2-nin kvadratı vurulsun 3. 27 isə 3-ün kubu olduğundan yenə tam kvadratdır. Yəni rasional ədəddir. 23-cü sual. Euler-Venn diaqramında A və B çoxluqlarının elementlərinin sayı verilmişdir. 3 vurulsun MB bərabərdir 5 vurulsun A ilə B-nin fərqi olarsa NA-nı tapın. NB bərabərdir. NB bu hissədir. Bizə verəcək. X üstəgəl 1 üstəgəlinsin 3x üstəgəl 4. Bu da bərabərdir 4x üstəgəlinsin 5. N A ilə B-nin fərqi isə A-ya daxil olub B-yə daxil olmayan elementlərdir. Yəni 2x üstəgəlinsin 7-yə bərabərdir. Bu qiymətləri yerinə yazsaq. 3 vurulsun 4x üstəgəl 5 bərabərdir 5 vurulsun 2x üstəgəl 7 olar. 3 dəfə 4 12x üstəgəlinsin 15 bərabərdir 10x üstəgəlinsin 35-dir. 12x çıxılsın 10x bərabərdir 35 çıxılsın 15. 2x bərabərdir 20, x də bərabərdir 10 olar. X 10-a bərabərdirsə, burada yerinə yazsaq 2 vurulsun 10 üstəgəl 7, 27. Buraya yazsaq 11, burada yazsaq 34 olar. Bizə isə NA lazımdır. NA bərabərdir 27 və 11-in cəmi, bu da oldu 38. Demək, A-ya daxil olan elementlər 38-ə bərabər oldu. 24-cü sual. Katerin axına qarşı olan sürəti çayın sürətindən 7 dəfə çox olarsa, axınla olan sürəti çayın sürətindən neçə dəfə çox olar? Katerin axına qarşı olan sürəti V kater çıxılsın V çay. Çayın sürətindən 7 dəfə çox olarsa, 7 vurulsun V çaya bərabərdir. Buradan alırıq ki, katerin sürəti 8 vurulsun V çaydır. İndi bizə lazımdır, axınla olan sürəti çayın sürətindən neçə dəfə çoxdur? Axınla sürət V kater üstəgəlinsin V çaydır, bölünsün V çay. Çayın sürətindən neçə dəfə çox olduğunu təyin edirik. Qiymətini gətirib yazdığı yerinə 8 V çay üstəgəl V çay bölünsün V çay. Bu da bərabərdir 9
çayın sürəti bölünsün çayın sürəti bərabərdir 9. Deməli 9 dəfə çox olar. 25-ci sual. Katetləri x və x üstəgəl 2, hipotenuzu isə x üstəgəl 4 olan düzbucaqlı üçbucağın tərəfləri üzərində bərabər tərəfli üçbucaqlar qurulmuşdur. Bərabər tərəfli üçbucaqların perimetrləri cəmini tapın. Əvvəlcə bu düzbucaqlı üçbucağa Pifaqor teoremini tətbiq edək. X kvadratı üstəgəl x üstəgəl 2-nin kvadratı bərabərdir x üstəgəl 4-ün kvadratı. X kvadratı üstəgəlinsin x kvadratı üstəgəl 4x üstəgəl 4 bərabərdir x kvadratı üstəgəl 8x üstəgəl 16-dır. X kvadratları islah olundu. X kvadratı çıxılsın 4x çıxılsın 12 bərabərdir 0. Hasili mənfi 12 cəmi 4 olan ədədlər. X1 bərabərdir 6, x2 bərabərdir mənfi 2-dir. Bu kənar köçdü, tərəf mənfi ola bilməz. Onda x-in qiyməti 6-ya bərabərdir. X-in qiyməti 6-ya bərabərdirsə, bu tərəf oldu 6, bura oldu 8, bu da oldu 10. Tərəfi 6 olan bərabər tərəfli üçbucağın perimetri 3 vur 6 bərabərdir 18-dir. Tərəfi 8 olan üçbucağın perimetri, bərabər tərəfli üçbucağın perimetri 3 vur 8, 24-dür. Burada isə perimetr 3 vurulsun 10, yəni 30 olar. Bizə isə perimetrlərin cəmi lazım idi. Oldu 18 üstəgəl 24 üstəgəlinsin 30, 72. Demək, perimetrləri cəmi 72-yə bərabər oldu. 26. Uyğun tərəfləri perpendikulyar olan bucaqlardan biri digərindən 3 dəfə kiçikdir. Böyük bucağın dərəcə ölçüsünü tapın. Uyğun tərəfləri perpendikulyar olan bucaqlar ya bir-birinə bərabərdir, ya da cəmi 180 dərəcədir. Burada bərabərlik olmayacaq, çünki biri digərindən 3 dəfə kiçikdir. Birinə alfa dedik, digərinə isə 3 alfa dedik və cəmi 180-ə bərabər olacaq. 4 alfa bərabərdir 180, alfa bərabərdir 45 dərəcə. Bucaqlardan biri 45, digəri isə 3 alfa olduğundan 3 vurulsun 45 bərabərdir 135 dərəcə olar. Böyük bucağın dərəcə ölçüsünü tapın. Böyük bucağın dərəcə ölçüsü 135 oldu. Tərəfi A olan düzgün çoxbucaqlılar üçün uyğunluğu müəyyən edin. Düzgün 5 bucaqlı, bərabər tərəfli 3 bucaq və kvadrat verilib, sahələri və perimetrləri. Düzgün 5 bucaqlının perimetri P bərabərdir 5A. Sahəsi üçün isə düzgün 5 bucaqlı çəksək, oradakı daxildəki bucaq ya 36 dərəcə ilə, ya 72 dərəcə ilə hesablanacaq. Onlara uyğun heç bir sahə düsturu yoxdur, deyənə sahəsi qalsın. Bərabər tərəfli 3 bucağın perimetri 3A, sahəsi isə kök altında 3, A kvadratı bölünsün 4-ə bərabərdir. Kvadratın perimetri 4A, sahəsi isə A kvadratına bərabərdir. Uyğunlaşdırmanı aparaq. Deməli 1, 2, 3. 1-ə uyğun oldu 5A, yəni Y. 2-yə uyğun oldu 3A, D və kök altda 3A kvadratı bölünsün 4. B və D. 3-ə uyğun oldu Y, C. Deməli 1 isə A bəndi isə heç birinə uyğun olmadı. 1-ə Y, 2-yə B, D, 3-ə C. 28-ci sual. ABCD düzbucaqlısında CY BD-yə perpendikulyardır. BY 12 və YD 3 olarsa düzbucaqlının sahəsini tapın. Əvvəlcə burada baxırıq. BCD düzbucaqlı üçbucağının düzbucaq təpəsindən çəkilmiş CY hündürlüyünə. Deməli, düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilmiş hündürlüyü üçün h kvadratı bərabərdir mn yaza bilirik. Bura bir x yazsam. X bərabərdir kök altında 12 vurulsun 3 yaza bilirik ki, bu da kök altında 36, yəni 6-ya bərabərdir. Bu ikisi təyin elədik ki, 6-dır. Düzbucaqlının sahəsi üçün belə bir düstur var. Diaqonal vurulsun diaqonala çəkilmiş hündürlüyün hasili. Deməli, bu nədir? Bu üçbucağın sahəsini tapsaq, BD vurulsun CY bölünsün 2-dir.
Bundan bir də bu üzdə olduğundan o bölünsün 2 yoxdur. Yəni 2-yə vurub 2-yə bölürük, bu 2-lər getdi. Ona görə də düsturumuz qalır diaqonal vurulsun, diaqonala çəkilmiş hündürlük. Diaqonal 15-dir, 12 və 3-ün cəmi 15-ə bərabərdir. Hündürlüyü isə 6-ya bərabərdir. 15 vurulsun 6 bərabərdir 90 olar. Düzbucaqlının sahəsini tapmış olduq. Buğda əkilən sahə bütün tarlaların 45%-i, arpa əkilən sahə isə buğda əkilən sahənin 9-da 4 hissəsini təşkil edir. Tarlanın qalan hissəsinə qarğıdalı əkilmişdir. Qarğıdalı əkilən sahə arpa əkilən sahənin neçə faizini təşkil edir? Deməli, burada buğdanı qeyd edək. Buğda 45%-dir. Ümumi sahəni x ilə ifadə eləsək, buğda olacaq 0,45x. Arpa əkilən sahə isə buğda əkilən sahənin 9-da 4 hissəsidir. Arpa olacaq buğda əkilənin 9-da 4 hissəsi. Bu da bərabərdir 0,20, yəni onda 2x. Qarğıdalı isə qalan sahədir. Ümumi x-dən çıxacaq bu ikisinin cəmini. 0,45 üstə gəlinsin 0,2x. Bu da bərabərdir 65, 0,35x. İndi bizə deyir ki, qarğıdalı əkilən sahə, arpa əkilən sahənin neçə faizidir? Demək, surətə yazacaq 0,35x bölünsün, arpa əkilən 0,2x vurulsun 100. Buradan x-lər getdi, oldu 35 bölünsün 0,2. 35 vurulsun 5-dir. Bu da bərabərdir 5. 2 yadda 15, 17, 175 faizidir. Doğru cavab 175 faiz oldu. 30-cu sual. Mərkəzləri O1 və O2, radiusları isə R və R olan iki çevrə bir-birinə xaricdən toxunur. İsbat edin ki, bu çevrələrin ortaq toxunanı olan AB parçasının uzunluğu uyğun olaraq 2 vurulsun kök altında R vurulsun R düsturu ilə hesablana bilər. Demək, O1 ilə A-nı birləşdirdik. Bu bizə böyük R versin. Toxunana çəkilmiş radiusdu deyənə perpendikulyardır. O2 ilə B-ni də birləşdirdik. Bu da toxunana çəkilib deyənə perpendikulyardır. O1, O2 məsafəsi toxunurlar deyənə toxunma nöqtəsindən keçir. Bura R, burada R-dir. O2-dən O1A-ya bir perpendikulyar endirdik. Bura kiçik R olduğundan bu məsafə. Buradakı məsafə bu iki radiusun fərqinə bərabər olacaq. R çıxılsın R-ə bərabər olacaq, çünki bura R-dir. AB məsafəsinə də bir x desək, bura oldu x. Burada bir düzbucaqlı üçbucaq aldıq. Bu düzbucaqlı üçbucağa Pifaqor teoremini tətbiq eləyə bilərik. Yəni x-in kvadratı üstə gəlinsin, R çıxılsın R-in kvadratı bərabərdir. Hipotenuz isə R üstə gəlir oldu. R üstə gəlirin kvadratı. X kvadratı üstə gəlinsin. R-in kvadratı çıxılsın 2, R üstə gəl R-in kvadratı bərabərdir. R kvadratı üstə gəlinsin 2, R üstə gəlin R-in kvadratı. Bunlar islah olundu. Qaldı x kvadratı bərabərdir 4R. Buradan da x bərabərdir kök altında 4R. 4-dən 2 çıxdı, kök altında R vurulsun R qaldı. Verilmiş təklif isbat olundu. İkinci blokda situasiya suallarına baxaq. Əkin sahəsi düzbucaqlı şəklindədir. Buraya şəkildəki kimi buğda, arpa və qarğıdalı əkilib. Buğda və arpa əkilən sahələrin hər biri 3240, qarğıdalı əkilən sahə isə 4320 kvadrat metrdir. 28-ci sualda ümumi tarlanın tərəfləri AB bölünsün BC bərabərdir 3 bölünsün 4 nisbətində olarsa onun perimetrini tapın. Deməli, AB-yə bir dənə 3K dedik, BC-yə isə 4K dedik. Nisbətindədir. İndi ümumi sahəsini tapmaq istəyirik. Ümumi sahəsi nə olacaq? Düzbucaqlı formasındadır deyənə 3K vurulsun 4K bərabərdir.
Deməli, qarğıdalı əkilən sahə 4320. Buğda əkilən sahə 3240. Arpa əkilən sahə də 3240-dır. Bunları topladıq, bərabər oldu. 0, 0, 1 yadda, 2, 2, 4, bu da 3, 7, 8, 4, 3, 7, bu da 3, 10, 12 k kvadratı bərabərdir 10.800. Buradan 12'ye ixtisar aparsaq k kvadratı bərabərdir 108'i 12'ye bölsək 9, yəni 900. K da bərabərdir 30 alarıq. K-nı 30 aldıq. Bu o deməkdir ki, AB məsafəsi 90'a, yəni 3K, BC məsafəsi də 4K, yəni 120'ye bərabərdir. Bizə lazım idi perimetr. Perimetri 2A üstə gəlinsin 2B'dir. Yəni 2 vurulsun 90 üstə gəlinsin 120. Bu da bərabərdir 210 vurulsun 2 bərabərdir 420 olar. 29-cu sual. Tarlanı mühafizə etmək üçün onun kənarına 3 sıra olmaqla tikanlı məftil çəkilməlidir. Bunun üçün tələb olunan sütunlar arasındakı məsafə 3 metr olmalıdır. Uzunluğu 63 metr olan bir top tikanlı məftilin qiyməti 95 manat, bir sütunun qiyməti isə 40 manat olarsa, tikanlı məftil və sütunların alınması üçün nə qədər pul lazımdır? Əvvəlcə sütunların sayını tapaq. 3 metrdən 1-dir deyənə perimetrin təyin etmişik 420 bölünsün 3 bərabərdir 140 sütun. Perimetri boyunca 3 sıra tikanlı məftil çəkilməlidir. Deməli, perimetri 420'dir. 3 sıra çəkiləcək deyənə vurduq 3'e. Bölürük 63'e. 63'e bölməyimizin səbəbi də bir top 63 metrdir. Ona görə neçə top tikanlı məftil lazım olacaq. 63 ilə 3'ü ixtisar apardıq. 21. 420'ni də 21'e bölsək, alınır 20 top. Demək, 20 top tikanlı məftil 140 sütun lazımdır. Bir top tikanlı məftilin qiyməti 95 manat olduğundan 20'ni vurduq 95'e. Üstünə gəldi. Bir sütunun qiyməti 40 manatdır. 140'ı vurduq 40'a. Bu da bərabərdir. 95'i vurduq 190. Yanına da bir 0. 14'ü vurduq 4'e. 56. 2 dənə də 0. Bərabərdir. 0, 0, 6, 9, 5, 1 yadda, 1, 6, o da 1 yadda 7. 7500 manat ümumilikdə pul lazımdır bu sütunların və məftilin alınması üçün. 30-cu sual. Tarlanın suvarılması üçün A küncü nöqtəsindən su kranı yerləşdirilmişdir və bu krana elastik su ötürücüsü birləşdirilmişdir. Bütün sahənin suvarıla bilməsi üçün borunun uzunluğu ən azı nə qədər olmalıdır? Demək, düzbucaqlıdır. Burada A nöqtəsidir. Tərəfləri 90 və 120'dir. Ən uzaq nöqtəsi isə bura olacaq, C nöqtəsi olacaq. Deməli, ən azı bura çatmalıdır ki, hər yeri suvarmaq mümkün olsun. Demək, katetləri 90 və 120 olan düzbucaqlı üçbucağın hipotenuzunu tapmalıyıq ki, buna da x desək. X kvadratı bərabərdir 90'ın kvadratı üstə gəlinsin 120'nin kvadratı. Bura belə deyək də, bura 3K demişdi, bura 4K demişdi. Onda bura 5K olasıdır. Yəni x dediyimiz 5K'ya bərabərdir. K'nı da 30 tapmışıq. X bərabər olacaq. K'nı 30 tapmışıq deyənə 5 vurulsun 30, o da bərabərdir 150 metr.